Hoş gördük. Xahiş edirəm özünüzü təqdim eləyin. Zeynalov Ramiz Yusufoğlu, Rusiya Federasiyasının Primorye diyarında, Vladivostok şəhərində Azərbaycan Diaspora Təşkilatının sədri və eyni zamanda 20 ildən artıq orada nəşr olunan Azərbaycan qəzetinin baş redaktoru, Beynəlxalq Jurnalistlər İttifaqının üzvü Zeynalov Ramiz Yusufoğlu. Bugün 9 may Alman faşizmi üzərində qələbə günüdür. Bugün siz Bakıdasınız. Bakı haqqında təəssüratınız? Bakı hələ Sovetlər diyarında ən belə çox millətli, internasional bir şəhər oldu. Bunu hamı bilir və Bakıda müxtəlif xalqların nümayəndələri yaşayırlar. Heç vaxt belə sual olmayıb ki, siz hansı millətin nümayəndəsiniz? Həmişə soruşublar ki, siz kimsiniz, siz nəyə qadirsiniz də, bax belə. Ancaq bugünkü gündə mən belə hesab edirəm ki, Bakı şəhəri öz demək internasionalizmini saxlayır və burada yenə də müxtəlif xalqların nümayəndələri dostluq, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. 9 may ərəfəsində Azərbaycanda olan və ümumən müharibə veteranlarına olan arzularınız? Əlbəttə, biz birinci növbədə heç vaxt unutmamalıyıq ki, Böyük Vətən müharibəsində millətindən asılı olmayaraq iştirak edən, müharibə iştirakçılarının hamısına dərin bizim hörmətimiz var. Əlbəttə ki, o müharibədə biz fəxr edirik ki, Azərbaycanlılar da çox aktiv iştirak edirlər. Həm də baxmayaraq ki, bizim respublikamızda müharibə olmuyor, ancaq müharibəyə çox böyük yardımlar göstərilir. Elə neftin, müharibə dövründəki neftin 80%-ni Azərbaycanlılar verir. O Katyuşa Azərbaycanda buraxılır. Müxtəlif xalqların nümayəndələri arxa cəbhədə gəliblər, müalicə alıblar. Elə bizim bu iştirak elədiyimiz bu iddiada da, bu qardaşlıq memorialında da müxtəlif xalqların nümayəndələri 1400-dən artıq burada demək müharibə iştirakçıları hansı ki həlak olublar. Onların burada xatirəsini biz bugün yad edirik. Çox sağ olun.